sual işarəsinin yerinə yazıla bilən sözü müəyyən edin. Baxın, sual işarəsi burada qeyd olunmuşdur və burada 4 xüsusiyyət qeyd olunub. Düzdürmü? Bunların hər birinə aid olan ümumi bir cəhət, ümumi bir söz yazmalıyıq bura. İndi bütün variantları bir-bir qoyaq, görək hansı düz gələcək. Çətinliklə sözü. Əvvəlcə düzgün transkripsiyada tələffüzünü yazaq. Çətinliklə. Baxın, 4 fərqli məqam var. Bəli, 4 fərqli məqam var. Düzdürmü? Deməli, bu söz ola bilər, ehtimalı var. Bütün hecalara sətirdən sətirə keçirilə bilər. Çətinliklə. Bu böldüyüm variantda hecalar sətirdən sətirə keçirilə bilər. Deməli, hər ikisinə aid oldu. 4 hecadan ibarətdir. Bəli, sözümüzün tərkibində 4 sait iştirak etdiyi üçün 4 hecadan da ibarətdir. Bu fikir də düzgündür, ona uyğundur. Ahəng qanunu da gözlənilir. Baxaq, bütün saitlərimiz incə olduğuna görə, deməli, ahəng qanunu gözlənilmişdir, yəni pozulmamışdır. Elə düzgün cavabımız olacaq A variantı. Sərtliklə sözünü yazaq. Sərtliklə variantında. Baxaq. Deməli, 1, 2, 3, 4 fərqli məqam vardı. Bütün hecaları sətirdən sətirə keçirilə bilər. Sərtliklə, bəli, 4 hecadan ibarətdir. Baxaq görək. Xeyr, baxın, sözün tərkibində 3 dənə sait iştirak etdiyi üçün, deməli, 4 hecadan ibarət deyil, 3 hecadan ibarətdir. Ona görə B variantını çıxıram. İgidliklə sözü İgidliklə variantında tələffüz olunur. Deməli, 1, 2, 3, 4, 5 fərqli məqam var. Baxın, 4 fərqli məqam soruşduğu üçün, deməli, C variantında çıxıram. Daha sonra qəhrəmanlıqla sözü qəhrəmanlıqla bir dəqiqə. Qəhrəmanlıqla variantında çıxış edir. Baxın, tələffüzlərdə uzun tələffüz olmanı göstərmirəm, çünki bizdən tələb olunan digər məsələlərdir ona görə. Qəhrəmanlıqla. Baxın, 1, 2, 3, 4 fərqli məqam var. Düzdür. Bütün hecaları sətirdən sətirə keçirilə bilər. Qəhrəmanlıqla, bəli, 4 hecadan ibarətdir. 1, 2, 3, 4, 5 hecadan, yəni 5 dənə sait iştirak etdiyi üçün, deməli 5 hecadan ibarətdir. Ona görə D variantını götürə bilmərəm. Təəssüflə sözünü yazaq. Hətta burada uzun tələffüz də belə göstərək. Məsələn, bir ə düşəcək, digəri uzun tələffüz olunacaq. Süflə. Sadəcə uzun tələffüz olmaq hal-hazırda bizə lazım olmadığı üçün onu göstərmirəm. Baxın, bu sözdə bir sait düşməsi baş verdi, digərlərdə dəyişilməsi. Biri də artması, yəni səs dəyişməsi və səs artma hadisələri baş verdi. Deməli, 3 fərqli məqam var. Ona görə bu variantı götürə bilmərəm. Məndən 4 fərqli məqam olan variant lazım olduğu üçün, deməli, Y variantı da düzgün cavab ola bilməz. Birinci sualın düzgün cavab olacaq A variantı. Keçək ikinci sualın izahına. Danışanda bir çox müsbət cəhətlər müşahidə olunurdu cümləsində ilk sözlə bağlı yanlış fikri göstərin. İlk söz danışanda sözüdür. Danışanda. Aha. Baxaq. Deməli, hər bir vəziyyətdə tabellik əlaqəsinin aslı tərəfidir. Bəli, özündən əvvəl, belə deyil, özündən qabaq söz olmadığı üçün bu fikir düzgündür. Yəni, belə deyək, baxın, danışanda, təhlil edək hətta bunu, danışanda bir zərflik kimi götürək. Danışanda müşahidə olunurdu. Düzdürmü? Baxın, bununla bunun arasında yanaşma əlaqəsi var. Zərfli ilə fe'li xəbər arasında yanaşma əlaqəsi olur. Və ox işarəsi də belə qoyulur. Düzdürmü? Və hər bir vəziyyətdə tabellik əlaqəsinin aslı tərəfidir. Baxın, aslı tərəf variantında çıxış etdi. Biz bilirik ki, ox işarəsi aslı tərəfdən əsas tərəfə doğru qoyulur. Bu fikir düzgündür. Bu bir cəhət. Digər tərəfdən, baxın, müşahidə olunurdu. Kimdə? Danışanda. Baxın, tamamlıqla da xəbər arasında hansı əlaqə olur? İdarə əlaqəsi. Danışanda kimdə? Tamamlıq. Müşahidə olunurdu da xəbər. Düzdürmü? İdarə əlaqəsində də, deməli, burada
aslı tərəf variantında çıxış edir və aslı tərəfdən əsas tərəfə ox işarəsi qoyulmuşdur. Deməli, iki variantda düşünüldü. Yəni, bu o deməkdir ki, hər bir vəziyyətdə tabellik əlaqəsinin aslı tərəfi variantında çıxış etdi. Deməli, bu fikir düzgündür. Bunu götürə bilmərəm. Məndən yanlış olan bir variant istəyir. Cümlə üzvləri baxımından iki cür təhlil edilə bilər. Bəli, iki cür təhlil edilə bilər. Danışanda nə zaman? Düzdürmü? Danışarkən yəni nə zaman bir zərflik vəzifəsində çıxış edə bilər. Digər tərəfdən də danışanda, yəni danışan adamda, kimdə bu zaman tamamlıq vəzifəsində çıxış etmiş olacaq. Deməli tamamlıq. İki variantda, yəni cümlə üzvləri baxımından iki cür təhlil edilə bilir. Deməli A, B variantları getdi. Hərəkətin obyekti yaxud zamanı hesab oluna bilər. Danışanda, kimdə bu zaman obyekti olacaq. Bir də zamanı ola bilər. Danışanda bir çox müsbət cəhətlər müşahidə olunur. Danışarkən, yəni danışan zamanda, yəni zamanı da ola bilər. Bu fikir də düzgündür. Ən azı iki nitq hissəsi xüsusiyyətini daşıyır. Bəli, anda feili bağlama şəkilçisi olduğu üçün feili bağlama da ikili nitq hissəsi xüsusiyyətini daşıyır. Yəni feilə və zərfə aid xüsusiyyətlər daşıyır. Ona görə də ikili nitq hissəsi xüsusiyyəti daşıması fikri də doğrudur. Ona görə D variantında çıxıram. İstənilən vəziyyətdə aid olduğu şəxsi müəyyən etmək mümkündür. Xeyr, istənilən vəziyyətdə bunu müəyyən edə bilmərəm. Baxın, deyək ki, mən danışanda, sən danışanda, baxın, danışanda, düzdürmü? Görün, o şəxslər üzrə dəyişəndə bunda hər hansı bir dəyişiklik baş verir. Mən danışanda, sən danışanda, o danışanda, biz danışanda, siz danışanda, onlar danışanda. Mən hardan bilim ki, bu mən, sən, o, bunun hansıdır? Yəni, bu sözün özündə heç bir dəyişiklik baş vermədi. İstənilən vəziyyətdə aid olduğu şəxsi müəyyən etmək mümkün deyil. Yəni, mən deyə bilmərəm ki, mən danışandadır bu və yaxud da onlar danışanda. Çünki hər bir variantda bunun özündə heç bir dəyişiklik baş vermir. Ona görə də yanlış variant olacaq ikinci sualda Y variantı. Keçək üçüncü sualın izahına. Fərqləndirilmiş sözlər əsasında Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Üçüncü suala baxırıq. Baxaq. Uşaq güləndə dünya da gülər. Firidun bəy Köçərlidəndir. Tərbiyədə ən böyük səhv tələskənlikdir. Russo. Baxaq. Deməli, subyekti mübtəda deyil. Subyekti mübtəda deyil. Baxın, fərqləndirilmiş söz biri uşaqdır, altına xətt çəkib, bir də səhv sözdür. Burada subyekt vəzifəsindədir, bəli. Amma mübtəda deyil. Düzdür. Nəyə görə? Çünki kim güləndə, uşaq güləndə bu formada fikirləşsə, orada mübtəda olar. Amma söz birləşməsinin tərkib hissəsidir. Baxın, gülər nə edər? Nə? Dünya. Nə zaman? Uşaq güləndə. Baxın, zərfli vəzifəsində çıxış etdi. Əsas tərəfi feili bağlama ilə ifadə olmuş feili birləşmədir. Və uşaq sözdə bu söz birləşməsinin tərkib hissəsi olduğu üçün ayrılıqda bir cümlə üzvü vəzifəsində çıxış edə bilmir. Deməli, mübtəda deyil. Yəni, subyekt amma mübtəda deyil. Düzgün fikir olacaq. Yəni, bir uyğundur. Digər tərəfdən, cümlənin ikinci dərəcəli üzvüdür, əşya məzmunu bildirir. Xeyr, baxın, cümlənin ikinci dərəcəli üzvüdür anlayışı birbaşa uşaq sözünə aiddir də. Yəni, o sözə aid edirlər. Amma o söz, baxsaq görərsiniz ki, uşaq güləndə variantında söz birləşməsi yaradıb və deməli, tərkib hissəsi variantında çıxış etmişdir. Ayrıca bir cümlə üzvü vəzifəsində çıxış etmir. Deməli, ikinci fikir yanlışdır. Cümlənin baş üzvüdür. Xeyr, baxın, dediyim kimi, bir daha təkrar edirəm. Söz birləşməsinin tərkib hissəsində verildiyi üçün, söz birləşməsinin tərkib hissəsində də ikinci dərəcəli cümlə üzvüdür. Ona görə də baş üzvlərdən nə mübtəda, nə də xəbər variantında çıxış etmir. Bu fikrə, yəni, uşaq sözünə aid edə bilmərəm, amma səhv sözünə bəlkə də aid ola bilər, baxaq. Deməli, tərbiyədə ən böyük səhv tələskənlikdir. Tələskənlikdir nə? Səhv. Baxaq. Əsas səhvə qədər olan hissədir. Deməli, mübtədadır, bəli, subyekt deyil. Bəli, subyekt vəzifəsində çıxış etməmişdir. Yəni, orada bir hərəkət yoxdur ki, orada subyekt olsun. Ona görə də mübtədadır və subyekt deyil. Bu fikir düzgündür. Biri olacaq 4. Yaxşı. Görə digər uyğundurmu? İsimlə ifadə olunub. Xeyr, səhv sifətdir.
Yəni isimləşmiş sifətdir. Ona görə bunu qarışdıra bilərsiniz ki, yəni ismi sualına cavab versə belə, yenə də o morfoloji cəhətdən sifət kimi düşünülür. Ona görə isimlə ifadə olunmayıb və cümlənin baş üzvüdür. Bununla bağlı variantlara da baxsaq görərik ki, yəni 1, 4, 3 variantları yoxdur. Baxın, gördüyümüz kimi yoxdur. Yəni 1, 4 variant olduğu üçün düzgün cavabımız olacaq D variantı. Keçək 4-cü sualın izahına. Cümlədə 2 məqamda durğu işarəsi buraxılıb. Bunu nəzərə alaraq tünd qara hərflə verilmiş sözlə bağlı doğru fikri müəyyən edin. Baxın, tünd qara hərfinə bəlkə ayıra bilmirsiniz, doğrusu sözüdür. Doğrusu sözünü iki variantda düşünə bilərəm. 1. Sözün doğrusu ara söz variantında, yəni söz birləşməsinə ifadə olmuş ara söz variantında. Digər tərəfdən də modal söz kimi fikirləşə bilərəm. Sözün doğrusu yenə xoşumuza gəldi. Doğrusu, baxın, hər iki tərəfdən vergül atdıq. Söz birləşməsinin əsas tərəfidir. Baxın, burada söz birləşməsi variantında çıxış etmir. Çünki burada hər iki tərəf variantlara da baxsaq, yəni burada modal sözə işarə edir. Yəni modal sözdən söhbət gedir. Hər iki tərəfdən vergül işarəsi atsam, artıq söz birləşməsi, yəni sözün doğrusu variantında çıxış etmir. Ona görə də bu variantda çıxış etmir. Baxın, doğrunu istədiyi üçün deməli mən bu variantı götürə bilmərəm. Çünki burada yəni doğrusu sözü ayrıca bir modal sözdür və söz birləşməsinin tərkibində iştirak etmir. Sözün doğrusu variantında desəydik, onda fikirləşə bilərdik. Cümlə üzvüdür. Biz bilirik ki, köməkçi nitq hissələri cümlə üzvü olmur. Deməli, bu fikir də səhvdir. Yaxşı. Danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Bəli, danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Çünki biz bilirik ki, modal sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Bizdən də doğru variantı istədiyi üçün 4-cü sualda düzgün cavab olacaq C variantı. D-yə baxaq. Cümlə üzvləri ilə qrammatik əlaqəyə girir. Xeyr, köməkçi nitq hissələri heç bir cümlə üzvü ilə bağlı olmur, heç bir suala cavab vermir və cümlə üzvləri ilə də qrammatik əlaqəyə girmir. Hətta doğrusu sözü, deməli, ara söz variantında da çıxış edə bilər və ara sözlər də hətta cümlə üzvlərinə heç bir qrammatik əlaqəyə girməyən sözlərdir. Ona görə bu fikir də yanlışdır. Özündən əvvəlki sözlə birlikdə danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Baxaq, bu variantda düşünsəm, gərək mən burada vergül işarəsini siləm. Baxın, sözün doğrusu variantında çıxış etsəydi, hə. Yəni, sözün doğrusu variantında çıxış edəndə özündən əvvəlki sözlə birlikdə danışan ifadə etdiyi fikrə münasibət bildirmək ara söz deməkdir. Yəni, bu söz ara söz variantında çıxış etmiş olardı. Amma doğrusunun bu tərəfindən də vergül qoyulub da. Yəni, bilirik ki, modal söz ortada gələndə hər iki tərəfindən vergül işarəsi qoyulur. Ona görə Y variantı da bunun üçün məqbul cavab olmayacaq. Düzgün cavabımız olacaq 4-cü sualda C variantı. 5-ə baxaq. Deməli, mürəkkəb isimlərdən birinin yazılış formasında dəyişiklik edilsə mürəkkəb ad hesab oluna bilər. Mürəkkəb söz nədir, mürəkkəb ad nədir? Baxın, bitişik variantda təqdim olunubsa, bu mürəkkəb sözdür. Amma mürəkkəb ad deyəndə həmin o bitişik variantda verilən sözlər ayrı variantlarda, yəni ayrı-ayrı sözlər variantında təqdim edilməlidir. Masabəyi sözünü mən ayrı-ayrı variantlarda baxaq, mürəkkəb isimlərdən birinin yazılış formasında dəyişiklik edilsə, mürəkkəb ad ola bilər, hesab oluna bilər. Masabəyi variantında eləsəm, yəni bu alınmayacaq. Masabəy bir dəfəlik mürəkkəb isimdir. Deməli, A variantı getdi. 5-ci sualda anı götürə bilmərəm. Eşik ağası xarici işlər vəziri, yəni mənasını ifadə edir. Baxaq, eşik ağası variantında parçalasam, yenə də mürəkkəb ad yaranmayacaq. Deməli, D variantında götürə bilmərəm. Gözəl göyçək sözlərini ümumiyyətlə parçalaya bilmərik. Defsinə yazılan mürəkkəb sözdür. Bu getdi. Gülxanım sözünə gələk. Baxın, bir var Gülxanım, bibi, Gülxanım xala, Gülxanım deyək ki, gəlin bacı. Bu variantında çıxış edə bilər. Yəni, Gülxanım bir addır. Hə, bu öz yerində. Amma bir də bunu Gül xanım. Yəni, bu adamın adı tutaq ki, deyək ki, Güllüdür, düzdürmü? Hə, bunu qısaldıb deyirlər ki, Gül xanım. Və yaxud da hətta qadın adlarından Gül adı da var da bizdə, düzdürmü? Baxın, Gül, Çiçək, yəni bu adları biz
xanımlarımıza, qızlarımıza qoyuruq. Yəni burada ad variantında çıxış etsə, gül sözü, xanım sözü bir-birindən ayrı yazılmış olacaq və bu variantda yazılanda mürəkkəb ad yaratmış olacaq. Ona görə də düzgün cavabım olacaq Y variantı. Gülməxmər sözünü də, yəni gülməxmər, yəni bu formada ayıra bilmərik. Çünki tutalım ki, məxmər xala deyil, dayı deyil, bibi deyil, əmi deyil. Yəni, məxmərdir bu. Gülməxmər variantında ayırsam, yəni heç bir mürəkkəb ad yaratmayacaq. Ona görə C variantını da götürə bilmərəm. 5-ci sualın düzgün cavabı olacaq Y variantı. 6-cı suala baxaq. Düşüncəsizcəsinə sözündə üzərində rəqəm yazılmış hansı sayta aid fikirlər verilmişdir? Baxaq. Qapalıdır. Qapalı saytdır. Aha. Görək. Deməli, burada qapalı variantında təqdim olunmuş saytların altından xətt çəkdim. Digərləri açıq saytlardır. Söz düzəldici şəkilçinin tərkibində iştirak edir. Daha sonra vurğusuz hecadadır. Aha. Baxın. Düşün, düşüncə, düşüncəsizcəsinə. Deməli, qapalı saytdır. Əla. Bunun altlarına xətt çəkdim. Yəni, 1-i götürə bilərəm. Daha sonra burada 3-ü götürə bilərəm. Digər tərəfdən 5-i götürə bilərəm. Aha. Deməli, bu getdi. Yəni, bununla mən variantı tapa bilmərəm. Söz düzəldici şəkilçinin tərkibində iştirak edir. Aha. Deməli, mən kökü çıxıram buradan. Yəni, kök söz düzəldici şəkilçi və yaxud söz dəyişdirici şəkilçi deyil. Yəni, nə leksik, nə qrammatik şəkilçisi. Kökdür. Adından da məlumdur. Deməli, ya sizin tərkibindəki o idi, ya da cəsinənin tərkibində. Aha, bununla da tapa bilmədim. Hələ ki, ehtimalım yarandı. İndi üçüncü bir şərhə baxaq. Vurğusuz hecadadır. Aha, biz bilirik ki, zərf düzəldən cəsinə, casına şəkilçisi leksik şəkilçidir və o vurğu qəbul etməyən şəkilçidir. Baxın, vurğu düşür düşüncəsizcəsinə bu inin üzərinə. Bu inin üzərinə düşdüyünə görə, deməli bu i vurğusuz hecada olmayacaq. Bunu çıxacam. Avtomatik olaraq bu variant qalacaq. Baxın, bu i həm qapalı saytdır, həm söz düzəldici, yəni zərf düzəldən leksik şəkilçinin tərkibindədir, həm də vurğu qəbul etməyən şəkilçinin tərkibindədir. Çünki vurğu gəldi, düşdü sizin üzərinə. Ona görə də düzgün cavabımız olacaq 6-cı sualda D variantı. Yəni 5. Baxın, 5-ci idən söhbət gedirdi. 7-ci suala baxaq. Hansı sözləri həm eyni köklü, həm də, yəni eyni köklü, həm də eyni sözün müxtəlif formaları kimi düşünmək olar? Yəni bir sözlə bizdən soruşur ki, düzdür, bütün söz düzəldici, yəni leksik şəkilçilər eyni köklü söz yaratmır. Təbii ki, onun şərtləri var. Bilirik ki, eyni köklü söz olması üçün onun kökü eyni bir mənanı verməlidir. Eyni bir nitq hissəsinə mənsub olmalıdır. Yəni, bir də artırılan şəkilçilər belə də eyni bir mənanı ifadə etməlidir də. Amma sözün müxtəlif formaları təbii ki, qrammatik şəkilçinin artırılması. Yəni, bir sözlə belə demək istəyir ki, verilmiş sözlərdən hansıları həm leksik şəkilçili, həm də qrammatik şəkilçili düşünülə bilər. Amma burada eyni köklü olduğuna görə eyni köklü söz variantında diqqətli olmaq lazımdır. Aha. İndi baxaq kəsər və kəsir sözlərinə. Kəsər, yəni alətin adı formasında olsa, bu olacaq leksik şəkilçi. Kəsir, yəni imtahanda olan o kəsir, nə? Düzdürmü? Burada da iri leksik şəkilçi kimi düşünə bilərəm. Hər ikisinin kökləri eyni köklü ola bilər. Baxın, hər ikisində kəs sözdür. Eyni bir mənanı ifadə edir. Eyni bir nitq hissəsinə mənsubdur. Deməli, eyni köklü söz variantında çıxış edə bilər. Və digər tərəfdən eyni sözün müxtəlif formaları kimi düşünmək mümkündürmü? Baxın, bu variantda düşünəcəyik. Deməli, kəs, ər, bir də kəs, ir formasında. Kəsər, qeyri-qəti gələcək zamandadır, kəsər. Bir də var, kəsir, indiki zamanda. Düzdürmü? Deməli, eyni sözün müxtəlif formaları da yarandı. A variantı getdi. Daha sonra, yataq sözü. Yataq dəsti, yataq, nə? Düzdürmü? Yatır, yatırmaq, nə etmək? Burada leksik şəkilçi variantında çıxış etdi. Hər ikisində yatmaq feilidir. Eyni bir mənanı ifadə edir. Eyni köklü sözdür. Eyni sözün görək müxtəlif forması olacaqmı? Baxaq. Bir var, yat, aq, bu variantda. Bir də var, yat, ır. Bu variantda çıxış edə bilər. Yəni, biz yataq, burada qrammatik şəkilçi kimi, bir də yatır indiki zamanda olan
bir söz kimi. Deməli bu da getdi. Daha sonra çapar, yəni çapar nə? Çapar kim? Düzdürmü? Çapar nə yox? Çapar kim? Çapar gəldi, kim gəldi? Düzdürmü? Leksik şəkilçi. Bir də çapacaq. Çapacaq alət, yəni alət mənasındadır da. Deməli, leksik şəkilçi variantında çıxış etdi. Digər tərəfdən kökləri eyni bir nitq hissəsi, eyni bir məna və eyni bir formada olduğu üçün eyni köklü söz olacaq və tərkiblərində leksik şəkilçi olduğu üçün. İndi görək eyni sözün müxtəlif variantında düşünmək olar. Baxaq. Çap, ar, bu variantda. Aha. Çap, acaq. Bu variantda düşünə bilərik. Baxın, burada qrammatik şəkilçi kimi qəti gələcək zaman şəkilçisidir. Burada da qeyri-qəti. Deməli, qrammatik variantlarda da, yəni eyni sözün müxtəlif formasında. Eyni sözün müxtəlif forması biz bilirik ki, qrammatik şəkilçinin artırılması ilə yaranır. Düzdür? Daha sonra D variantı. Gələcək sözünə gəldikdə gələcək. Yəni gələcəkdəki gələcək sizinlə gələcək. Gələcək nə? Gələcək nə? Bu variantda bir də var gəlir. Nə? Yəni qazanc, mənəfət mənasında. Bu variantda düşünüldü. Hər ikisinin kökləri eyni bir mənada, eyni bir nitq hissəsi və tərkiblərində leksik şəkilçisi olduğu üçün eyni köklü söz kimi düşünüldü. İndi görək vergüldən bu tərəfdəki hissəni doğruldacaqmı? Baxaq. Deməli, bir var gələcək. Bir də var gəlir. İndiki zaman şəkilçisi kimi bu variantda. Burada da gələcək zaman. Deməli, qrammatik variantlarda da eyni sözün müxtəlif variantlarında da düşünmək mümkün oldu. İndi gələk keçmiş sözünə. Keçmiş nə? Bax, bu variantda düşünüldü. Keçid nə? Bu variantda da düşünüldü. Eyni köklü söz variantında, düşünüldü. İndi görək bu eyni sözün müxtəlif variantında düşünmək olacaq. Keçmiş, nəqli keçmiş zaman şəkilçisi, düzdürmü? Amma keçid sözündə mən idi qrammatik şəkilçisi kimi düşünə bilmərəm. Yəni bunun qrammatik olma ehtimalı yoxdur. Ona görə də bu sözü eyni sözün müxtəlif variantında, yəni müxtəlif formalarında düşünə bilmədiyim üçün düzgün cavabım olacaq Y variantı. Keçək indi 8-ci sualın izahına. Hansı cümlədə sifət işlənməmişdi? Baxın, işlənməyib deyir. Baxaq görək hansında işlənməyib. Deməli, bivəfa, bimürvət, nainsaf. Bunların hamısı sifətdirmi? Deməli, A variantı getdi. Təzə köhnə. Bunlar da sifətdir. Deməli, bu da getdi. Şairlər yaratdığı sözdən qiymətli. Baxın, qiymətli sözü. Yəni, qiymətli şəkilçisini görürük burada. Sifət üzərdən leksik şəkilçi. Digər tərəfdən digərləri də yoxdur. Yəni, sifət işlənib, yəni bir sözlə. Deməli, C variantını da götürə bilmərəm. Ədalət həmişə zəfər gətirər, zülm isə aləmə zərər gətirər. Ədalət nə? Ədalət burada isimdir. Ədalət nə? Bax, nitq hissəsi baxımından da isimdir. Yəni, burada belə deyə düşünə bilməzsiniz ki, sifət isimləşib. Ədalət isimdir. Və yaxud zərər sözünü düşünə bilərsiniz və yaxud zəfər sözünü düşünə bilərsiniz ki, deyərsiniz ki, bunlar axı sifətdir. Xeyr, bunlar da isimdir. Zəfər nə? Zərər nə? Düzdürmü? Deməli, bunların hamısı isimdir. Zülm nə? Yəni, burada ümumiyyətlə sifət yoxdur. Ona görə də 8-ci sualın düzgün cavabı olacaq D variantı. Gənclik nurlu, baxın, nurlu. Sifət üzərdən leksik şəkilçisi. Nurlu səhərdir. Necə səhərdir? Deməli, sifət var. Morfoloji cəhətdən sifətdir. Yəni, nitq hissəsi baxımından ayrıca götürüb yanaşanda bu olur sifət. Ona görə də, baxın, parlaq sözü də hətta burada var. Parlaq da sifətdir. Deməli, sifət işlənmişdir. İşlənməyən variantda olacaq D variantı. 9-cu sual. Fikir hansı sözlə tamamlansa, cümlədə ismin iki müxtəlif halında düşünülə bilən söz olar. Baxın, düzgün cavabımızı elə birbaşa göstərəcəm. Düzgün cavab olacaq C variantı. Məktəbimizdə maraqlı tədbirlər keçirildi. Tədbir burada isim olacaq. Tədbirlər isim olacaq. Digər tərəfdən də məktəbimizdə maraqlı tədbirləri keçirdi.
Yəni burada da təsirli çal şəkilçisi kimi. Birində adlı xal, digərində təsirli çal kimi. Bunların hansı birini artırmış olsaz, yalnız adlı xal variantında çıxış etmiş olacaq. Yəni təsirli hal variantında çıxış etməyəcək. Ona görə də 9-cu sualın düzgün cavabı olacaq C variantı. Keçsək 10-cu sualın izahına. 10-cu suala baxırıq. Hansı sözdən sayın yeni məna növünü yaradarkən leksik şəkilçisi bir hərfini itirir? Aha. Yeni məna növünü yaradarkən. Məna növünü yaradan şəkilçilər ola bilər ki, larca larla, yəni bilirik ki, yuvarlaq müəyyən miqdar saylarına larca şəkilçilərini artırmaqla, bu leksik şəkilçiləri artırmaqla biz qeyri-müəyyən miqdar sayı yaratmış oluruq. Bir də digər tərəfdən ıncı şəkilçisi var. Incı. İncı üstü 4. Sıra sayı yaradır da, düzdürmü? Bir də bu şəkilçisi var. Amma larca larla şəkilçiləri ilk hərfini itirə bilmir. Çünki onlarda larca, baxın yazıram bura, larca. Digər tərəfdən yazıram. Larla. Düzdürmü? Baxın, digər belə deyək, şəkilçilər də ola bilər. Yəni sadəcə bunlara hərlik toxunuruq. Baxın, samitlər. Düzdürmü? Samit düşür ki, hansı şəkilçidə görmüşük ki, samit düşər? Düzdür, tələffüzdə samit dəyişilə bilər, amma məndən heç bunu da soruşmur axı. Ona görə bu variantda yanaşa bilmirəm. Amma biz öyrənmişik ki, ıncı şəkilçisi saitlə bitən sözlərə artırılanda bu sait düşür. Nıcı variantında sözə qoşulur. Amma samitlə bitən sözlərdə ıncı variantında. İndi baxaq. 100 üncü. Üncü. İlk hərfini itirdi. Xeyr, baxın yerində qalıb. Bu getdi. 10-cu. Uncu. İlk hərfini itirib. Xeyr. Deməli bu variantlar getdi. Çoxlu. Buna artıra bilməyəcəyik. Xeyli sözünə də artıra bilməyəcəyik. 7-ci. Baxın, sonu saitlə bitir. Baxın, bunlarda samitlə bitir. Düzdür? Düzdür? Baxın, bu amma saitlə bitir. Düzdürmü? Deməli, saitlə bitsə mən buna inci formasında artıra bilərəm. İnci. Bu formada artıra bilərəm. 7 inci belə deyirsiniz siz. Mən 7 inci sırada əyləşirəm. Xeyr, siz deyirsiniz ki, 7-ci sırada əyləşirəm. Deməli siz nə etdiniz? İnci şəkilçisinin tərkibində iştirak edən, yəni 4 variantı var, 4-ündə də düşmə halı baş verə bilər. Təbii ki, sonu saitlə bitən sözlərə müvafiq sözlərə artırarkən ıncı, inci, uncu variantlarının, yəni ilk saitləri düşə bilər. Deməli mən buna nıcı variantında təqdim etdim. Səbəb nədir? Çünki sonu saitlə bitir və 2 saitdə yanaşı gəlib, yəni dil belə deyək, tələffüzün pozduğuna görə, deməli bu hal mümkün deyil. Biz də öyrənmişik ki, sıra saylarında saitlə bitən sözləri artırarkən ıncı variantı keçir olur nıcı variantında. Ona görə də düzgün cavab olacaq D variantı. Belə dəyərli dostlar, yaxın dəqiqələr ərzində sizlərə faydalı olmağa çalışdıq. Əgər bu video sizlər üçün faydalı oldusa, kanala abunə deyilsinizsə, abunə olub bildirişləri aktiv edin ki, yəni digər model sualların, yəni mətn tipli tapşırıqların da izahlarını görə biləsiniz. Digər tərəfdən buraxılış imtahanına qədər müxtəlif məzmunlu model tipli suallar, yəni imtahanda hansı mövzular istifadə oluna bilər, bununla bağlı video izahlar, hansı suallar düşə bilər, bununla bağlı izahlar görmək istəyirsinizsə, o zaman kanala abunə olub bildirişləri aktiv edin ki, bu haqda dərhal xəbərdar olasınız. Çünki bildirişləri aktiv edəndə dərhal xəbərdar bildiriş gəlir. Ümumilikdə belə, gələn videolarda görüşənədək sağ olun, salamat qalın.